Salam dəyərli müəllimlər. Bu videomuzda Norman Webin dərin bilik nəzəriyyəsi mövzusunu izah edəcəm. Bu mövzu MIT çərçivə sənədinə yeni əlavə olunmuş mövzulardandır. İlk dəfə MIT 2026-cı ildə istifadə olunacaq mövzudur. Hələ ki heç bir rəsmi qurum tərəfindən mövzunun izahı və PDF verilməsə də, mən xarici ədəbiyyatlardan araşdırmışam və bu araşdırmam əsasında da nəzəriyyənin mahiyyətini, məqsədini sizə izah etməyə çalışacağam. Düşünürəm ki, araşdırmalarım əsasında belə bir qənaətə gəlmişəm ki, həqiqətən də nəzəriyyə vacib nəzəriyyədir və müəllimlərə tədris prosesində köməyi ola biləcək nəzəriyyədir. Gəlin nəzəriyyənin mahiyyəti və məqsədi ilə tanış olaq. Norman Web tərəfindən 1997-ci ildə hazırlanan bu model öyrənmənin yalnız məlumatı bilmək deyil, onunla necə düşünmək və tətbiq etmək bacarığı üzərində qurulduğuna əsaslanır. Yəni demək istəyir ki, bütün mövzuların ilkin mərhələsində mövzunu məlumat xarakterli, informasiya xarakterli olur. Ancaq növbəti mərhələlərdə artıq şagird mövzu haqqında düşünə bilsin, onu tətbiq edə bilsin. Yəni biliyini bacarığa çevirməyi bacarsın. Həmin mövzu haqqında nə qədər dərin biliyə sahibdir, bunu nümayiş etdirsin. Təlim tapşırıqlarının çətinlik səviyyəsini yox, öyrənənin düşünmə dərinliyi və idrak prosesinin səviyyəsini müəyyənləşdirməkdir. Belə deyək, yəni nəzəriyyənin mahiyyəti ondan ibarətdir ki, şagirdlərə çətinlik səviyyəsinə uyğun müxtəlif çətinlik səviyyəsinə uyğun tapşırıqlar verməməliyik. Öyrənənin düşünmə dərinliyinə uyğun, idrak prosesinin səviyyəsinə uyğun müəyyənləşdirməliyik. Yəni şagirdlər idrak prosesinin müxtəlif səviyyələrindədirlər. Əgər biz onları inkişaf etdirmək istəyiriksə, növbəti səviyyəyə uyğun suallar tərtib etməliyik ki, şagirdlər bu haqda düşünə bilsinlər və mövzunu istənilən yerdə tətbiq etməyi bacarsınlar. Təhlil etməyi, dəyərləndirməyi də bacarsınlar. Bəs bu nəzəriyyənin mahiyyəti nədir, məqsədi nədir? Əsas məqsəd ondan ibarətdir ki, təhsildə tapşırıq və sualların zehni mürəkkəblik səviyyəsini ölçmək üçün istifadə olunur. Təkrar edirəm, təhsildə tapşırıq və sualların zehni mürəkkəblik səviyyəsini ölçmək üçün istifadə olunur. Tədris və qiymətləndirmə tapşırıqlarının dərinlik dərəcəsini müəyyənləşdirməkdir. Yəni şagirdin nə qədər biliyə sahib olduğu yox, bu biliyi hansı səviyyədə istifadə edir. Şagirdin nə qədər biliyə sahibdir, istənilən şagird istənilən mövzu haqqında məlumat xarakterli, informasiya xarakterli biliyə sahib ola bilər. Ancaq bütün şagirdlər hamısı deyə bilmərik ki, biliyin dərin səviyyələrdə istifadə edə bilərlər. Bu onu demək istəyir ki, yəni şagirdlərin beynini eninə yox, daha çox informasiya əldə etməyə, daha çox məlumat almağa meylləndirməyin. Öyrəndiyini tətbiq etməyə bacarsın, dərinləşdirməyə bacarsın, mövzu haqqında necə düşünəcəyini bilsin. Nəzəriyyənin mahiyyəti və məqsədi bundan ibarətdir. Nəzəriyyənin əsas ideyası nədir? Nəzəriyyənin əsas ideyası hər bir öyrənmə tapşırığı və fəaliyyətin 4 səviyyəli düşünmə dərinliyi üzrə təsnif olunur. Bu səviyyələr məlumatın nə qədər dərin və mürəkkəb şəkildə işləndiyini göstərir. Yəni, dərin bilik nəzəriyyəsinin 4 səviyyəsi var. DOQ 1, DOQ 2, DOQ 3, DOQ 4 kimi səviyyələrə bölünür, ayrılır. Bu səviyyələrin hər birində biz, yəni şagirdlərin düşünməsi bu səviyyələrin hansındadır? Yəni o bu səviyyələrin hansı qədər dərin düşünməyə bacarır? Birinci baxaq görək səviyyə 1-ə. Səviyyə 1 yadda saxlama, yəni DOQ 1 yadda saxlama, DOQ 2 anlayış və bacarıq, DOQ 3 strateji düşünmə, DOQ 4 genişləndirilmiş düşünmədir. Birinci yadda saxlama. Yəni biz şagirdlərə mövzunu təqdim edəndə ilk olaraq onlar mövzu haqqında ilkin bilikləri əldə edirlər. Yəni məlumat xarakterli, informasiya xarakterli bilikləri əldə edirlər mövzu haqqında. Əlamətləri nədir? Sadə, fakt, anlayış, qayda. Xatırla, sadala, göstər, müəyyən et. Deməli, əlamətləri nə oldu? Birinci səviyyəmiz DOQ 1 yadda saxla, əlamətləri sadə faktlar, anlayışlar, qaydalar, terminlər, xatırlama ilə bağlıdır, hafizəyə əsaslanır. Ona görə də feilləri xatırla, sadala, göstər, müəyyən etdi. DOQ 2. DOQ 2-də deyir ki,
biz birinci səviyyədə əldə etdiyimiz biliyi, yəni sadə faktı, anlayışı, qaydanı, terminləri izah edə bilirikmi? Nəticə səbəb-nəticə əlaqələri qura bilirikmi? Yeni şəraitə tətbiq edə bilirikmi? Əlaqələr qura bilirikmi? Yəni öyrəndiyimiz biliyi izah etməyi bacarırıqmı? Anlamışıqsa, deməli izah etməyi bacarmalıyıq. İzah etməyi bacarırıqmı? Fərqləndirməyi bacarırıqmı? Qruplaşdırmağı bacarırıqmı? Müqayisə etməyi bacarırıqmı? Təsnif etməyi bacarırıqmı? Əlaqələndirməyi bacarırıqmı? Yəni DOQ 2 səviyyəsi anlayış və bacarıqdır. Bu nədir? Məlumatı izah et, səbəb-nəticə əlaqələri qur, bilgini yeni şəraitdə tətbiq et, əlaqələri qur. Fe'lləri nədir? İzah et, müqayisə et, təsnif et, əlaqələndir. Gəldik DOQ 3-ə. DOQ 3 bu iki səviyyəyə nisbətən bir qədər də dərin səviyyədir. Bu səviyyənin adı strateji düşünmədir. Strateji düşünmə necədir? Strateji düşünmədə deyir ki, mövzunu artıq məlumat xarakterli olanları öyrənmisən, yadında saxlamısan. DOQ 2-də anlayışı anlamısan, artıq bacarığa çevirmisən. DOQ 3-də deyir strateji düşün. Yəni məlumatları təhlil elə, əsaslandır. Və təhlil et, əsaslandır, analiz elə. Və analizləri və təhlili və əsaslandırmalı arqumentlər göstər. Ya mövzunun içərisindən də, mənbədən də arqumentlər gətirməyə bacarmalısan və özün də arqumentlər gətirməyə bacarmalısan. Öz münasibətini bildirir, münasibətinə görə də öz arqumentləri də gətirməyə bacarmalısan. Deməli, DOQ 3-ün əsas açar məqamı nədir? Strateji düşünmə. Yəni, mövzunu öyrənmisənsə, anlamısansa, artıq tətbiq etmisənsə, onu təhlil etməyi də bacarmalısan, əsaslandırmağı da bacarmalısan, arqumentlər gətirməyi də bacarmalısan. Burada iki ən mühüm məsələ var. Biri, yəni əsaslandırmanı arqumentlər gətirərək elə, mövzunun içərisindən arqumentlər gətirərək etməlisən və öz münasibətini də bildirirsənsə, özünün arqumentləri gətirməyi bacarmalısan. Mövzunun fe'lləri nələrdir? Təhlil et, əsaslandır, nəticə çıxar, sübut et. Gəldik DOQ 4-ə. DOQ 4-də genişləndirilmiş düşünmə. Yəni DOQ 4 səviyyəsinin adı belədir ki, genişləndirilmiş düşünmə. Bu artıq ən yüksək səviyyə, ən dərin səviyyə deməkdir. Yəni nəzəriyyənin əsas ideyasında odur ki, dərin düşüncə, yəni ən dərin düşüncədir. Düşüncənin ən dərin səviyyəsidir. Ona görə də artıq mövzunu yadda saxlamısan, əsas anlayışları, terminləri, qaydaları yadda saxlamısan, izah eləyə bilirsən, fərqləndirə bilirsən, səbəb-nəticə əlaqələri qura bilirsən, mövzunu təhlil edə bilirsən, əsaslandıra bilirsən, arqumentlər gətirə bilirsən, artıq öz münasibətini də bildirməyə bacarırsan. Növbəti mərhələdə sən yeni ideyalar formalaşdırmağı bacarmalısan. Yeni ideyalar formalaşdırmağı və proqnozlar verməyi. Yəni genişləndirilmiş düşüncə. Bu mövzu haqqında daha dərin düşünmə, daha genişləndirilmiş düşünmə. Açar məqamları nədir? Yəni əsas fe'lləri nədir? Tədqiqat apar, layihə hazırla, proqnoz ver. Belə deyək də, bu yaradıcılıqla daha çox bağlıdır. Ona görə də proqnoz ver və ya yenisini yarat. Deməli, müəllimlər, bu nəzəriyyənin 4 dənə səviyyəsi oldu. Səviyyələrin birincisində biz nə dedik? Dedik, mövzunu yadda saxlamalıyıq. Düzdür? Yadda saxlamalıyıq, xatırlamalıyıq. Deməli, bu Bloom taksonomiyası yadda saxlama səviyyəsinə uyğundur. Yəni, biz Bloom taksonomiyasının yadda saxla səviyyəsinə nələri uyğunlaşdırmışıqsa, bu DOQ 1 səviyyəsində də eyni həmin məlumatlardır. Və çətinlik səviyyəsi də aşağıdır. DOQ 2-də anlama və tətbiq, yəni Bloom-un anlama və tətbiq mərhələsinə uyğundur. Bir də məntiqi təfəkkürə uyğundur. Məntiqi təfəkkürə uyğundur, konseptual biliyə uyğundur. DOQ 1 xatırlamadır, Bloom-un yadda saxlama mərhələsinə uyğundur. Faktoloji, deklarativ bilikdir. İkinci mərhələ DOQ 2 anlama və tətbiq. Bloom-un anlama və tətbiq mərhələsinə uyğundur. Biz DOQ 2-də dedik ki, anlasın, izah etsin, fərqləndirsin, qruplaşdırsın. Bunlar Bloom-un anlama səviyyəsində idi. İkinci tətbiq mərhələsində nə dedik? İstənilən vəziyyətdə həmin informasiyanı, həmin məlumatı, həmin biliyi bacarığa çevirməyə bacarsın. Əgər o bacarığa çevirməyi bacarırsa, deməli tətbiq səviyyəsindədir. Və anlama və tətbiq də Bloom-un anlama və tətbiq səviyyəsinə uyğundur.
Bu da məntiqi təfəkkürlə bağlıdır. Çətinlik səviyyəsi kimi orta çətinlik səviyyəsi götürülür. DOQ 3 analiz və əsaslandırma. Analiz və əsaslandırma Bloom taksonomiyasını təhlil etmək və dəyərləndirmək mərhələsinə uyğundur. Yəni biz fərqləndirə bilirikmi? Fərqləndirib içərisindən ən əsas məqamları üzə çıxarda bilirikmi? Dəyərləndirə bilirikmi? Yəni biz təhlildə demişdik ki, müəllifin mövqeyini üzə çıxartmaq, baş obrazın mövqeyini üzə çıxartmaq, bunları bacarırsa təhlildir, artıq öz münasibətimizi bildirməyə bacarırsa, bu nədir? Dəyərləndirmədir. Ona görə də analiz və əsaslandırma, yəni DOQ 3 səviyyəsi təhlil etmək, dəyərləndirmək mərhələsinə uyğundur, konseptual bilikdir, tənqidi təfəkkürdür. Bu artıq çətinlik səviyyəsinə görə yüksək səviyyə hesab olunur. DOQ 4 səviyyəsi isə tədqiqat və yaradıcı düşünmə. Bu, Bloom'un yaratmaq səviyyəsindən təfəkkürün yaradıcı təfəkkürə uyğundur. Çətinlik səviyyəsi də çox yüksək, yəni çox dərin səviyyə hesab olunur. Nəzəriyyəni tam anlamaq üçün, tam başa düşmək üçün nümunələr üzərində izah vacibdir. Ona görə də bir neçə nümunə göstərmişəm və bunların üzərində izah edərək mövzunu daha da dərinləşdirmənizə şərait yaradacağam. Deməli, DOQ 1 səviyyəsi biz nə demişdik? Yadda saxlama, xatırlama mərhələsinə uyğundur, faktoloji, deklarativ bilikdir. Sualımız nədir? Ölkəmiz hansı mühüm ticarət yolu üzərində yerləşir? Şagird artıq bunu kimdənsə eşidibdir və ya hansısa mənbədən oxuyubdur. Sadəcə məlumat xarakterli sualdır. Ölkəmiz hansı mühüm ticarət yolu üzərində yerləşir? Bu nədir? Bloom taksonomiyasında yadda saxlama mərhələsinə uyğundur. Normanın da DOQ 1 səviyyəsinə uyğundur. İkinci səviyyəmiz DOQ 2 səviyyəsinə. Niyə ölkəmiz bu yolun üzərində yerləşir? Biz nə demişdik? İkinci səviyyədə səbəb-nəticə əlaqələri var, izah etmə var, fərqləndirmə var. Buna görə də ikinci mərhələmizdə belə olacaq. Birinci mərhələmizdə ölkəmiz hansı mühüm ticarət yolu üzərində yerləşir? İkinci mərhələmizdə niyə ölkəmiz bu yolun üzərində yerləşir? Və şagird artıq ölkəmizin hansı ticarət yolu üzərində yerləşdiyini bilir, artıq izah verə bilir ki, əgər Azərbaycan bu coğrafiyada olmasaydı, bu yolun üzərində yerləşməyəcəkdi. Təbii ki, söhbət böyük İpək yolundan gedir, yəni Traseka nəqliyyat yolu dəhlizindən gedir. Ona görə də şagird fikirləşəcək ki, əgər Azərbaycan Avropa və Asiya arasında yerləşməsəydi, bu ticarət yolu üzərində yerləşməzdi. Bu DOQ 2 səviyyəsinə uyğundur. Yəni səbəb-nəticə əlaqəsi, izah etmə, fərqləndirmə, qruplaşdırma mərhələsi. Gəldik DOQ 3 səviyyəsinə. Sizcə bu yolun ölkəmizdən keçməsinin nə kimi əhəmiyyəti var? Yəni şagird artıq burada öz fikrini əsaslandıracaq. Əvvəl yolun Azərbaycan ərazisindən keçməsinin mahiyyətini izah edəcək, təhlil edəcək və sonra öz fikrini, öz dəyərini qatacaq. Buna görə də bu DOQ 3 səviyyəsidir. Sizcə bu yolun ölkəmizdən keçməsinin nə kimi əhəmiyyəti var? Yəni yol ölkəmizdən keçməsi ölkəmizin iqtisadiyyatına hansı mühüm müsbət təsirləri göstərir? Ölkənin nəqliyyat yolları üzərində yerləşməsinə hansı müsbət əhəmiyyəti var? Mən bunu necə qiymətləndirirəm? Müsbətdir, mənfidir, hansı səviyyədə qiymətləndirirəm? Bu DOQ 3 səviyyəsinə uyğundur. Gəldik DOQ 4-ə. Ölkəmizdən daha hansı mühüm yollar keçə bilər? Yəni artıq şagird burada yaradıcılığını işə salacaq ki, Azərbaycan Avropa və Asiya arasında yerləşirsə, daha hansı nəqliyyat yolları üzərində yerləşə bilər? Şagirdin artıq yaradıcılığını tələb edir. Növbəti ölkəmiz başqa hansı ərazidə yerləşsəydi, ən mühüm ticarət yolları ölkəmizin ərazisindən keçərdi. Şagird artıq tam olaraq fikrini ümumiləşdirəcək, daha da dərinləşdirəcək. Azərbaycan hansı coğrafiyada yerləşsəydi, Azərbaycanın coğrafi mövqeyi hansı ərazidə olsaydı, bu ölkəmizin daha mühüm ticarət yolları üzərində yerləşməsinə, ölkənin iqtisadi coğrafi mövqeyinə daha yaxşı təsir edərdi. Bu artıq yəni ən dərin səviyyədir. Digər bir misal üzərində izah edim, daha aydın olsun deyə. Birinci DOQ 1-də Azərbaycanın paytaxtı hansı şəhərdir? Bu sadəcə məlumat xarakterli, informasiya xarakterlidir. İkinci, niyə Bakı Azərbaycanın paytaxtıdır? İkinci səviyyədə. Niyə Bakı Azərbaycanın paytaxtıdır? Artıq burada şagird səbəb-nəticə əlaqələrini üzə çıxardacaq, izah edəcək, fərqləndirəcək. Üçüncü səviyyədə DOQ 3-də. Sizcə başqa hansı şəhər Azərbaycanın paytaxtı ola bilər? Şagird artıq burada təhlil aparacaq. Digər şəhərlərin hamısını təhlil edəcək, Bakını da təhlil edəcək və düşünəcək ki, Azərbaycanın paytaxtı Ağdam şəhəri olsa, Şuşa şəhəri olsa, Qəbələ şəhəri olsa, bu şəhərləri
təhlil əsasında fikrini ümumiləşdirəcək ki, hansı şəhər olsa daha yaxşı olardı Azərbaycanın paytaxtı. Yəni daha hansı şəhərlər Azərbaycanın paytaxtı olmağa uyğundur, uyğun deyil. Bu təbii ki, təhlil mərhələsi ilə uyğundur. Və burada şagirdlərin fikir ayrılığı ola bilər. Biri deyə bilər, məncə Qəbələ daha stratejidir. Digəri deyə bilər, Şuşa daha stratejidir. Digəri deyə bilər, Ağdam daha stratejidir. Yəni burada fikir ayrılığı yaradacaq. Hər kəs öz münasibətini, öz fikrini bildirəcək. Buna görə bu DOQ 3 səviyyəsidir. Dördüncü səviyyədə isə DOQ 4-də ideal paytaxt şəhər necə olmalıdır? Şagird artıq burada öz yaradıcılığını ortaya qoyacaq ki, yəni mənim üçün ideal paytaxt şəhər necə olmalıdır? Dəniz sahilində olmalıdır, ölkənin mərkəzində yerləşməlidir və yaxud faydalı qazıntı yataqlarına yaxın yerləşməlidir, əhalinin daha çox olduğu ərazidə yerləşməlidir. İdeal paytaxt şəhər modelini yaradacaq. Bu artıq şagird öz yaradıcı məhsulunu ortaya qoyacaq. İdeal paytaxt şəhər modelini yaradacaq. Buna görə bu ən dərin səviyyə və dördüncü səviyyədir. Bu slaydımızda isə DOQ və Bloom taksonomiyasının müqayisəsini verəcəm. DOQ və Bloom taksonomiyasının hər ikisi səviyyəli nəzəriyyə olduğuna görə, səviyyələri də bir qədər bir-birinə uyğun gəldiyinə görə düşünürəm ki, müqayisə etmək vacibdir. Bloom taksonomiyasında biliyin növü, DOQ nəzəriyyəsində düşünmənin dərinliyi öyrənilir. Bloom taksonomiyasında şagird nə edir? DOQ nəzəriyyəsində şagird necə düşünür? Bloom taksonomiyasının 6 mərhələsi var, DOQ nəzəriyyəsinin 4 mərhələsi var. Bloom taksonomiyası öyrənmə ilə bağlı nəzəriyyədir. DOQ nəzəriyyəsi isə qiymətləndirmə ilə bağlı nəzəriyyədir. Sonda fikrimizi ümumiləşdirək. DOQ nəzəriyyəsinin tədrisdə tətbiqi. Yəni DOQ nəzəriyyəsi müəllimə nə zaman kömək edir və nəyə görə kömək edir? Müəllim tapşırıqları faktı yoxlayan formadan düşünmə bacarığını yoxlayan formaya keçirsin, qiymətləndirməni səriştə əsaslı etsin, fənnlərarası, fənnüstü inteqrasiya yaratsın və yaradıcı düşüncəni formalaşdırsın. Yəni bir sözlə DOQ nəzəriyyəsi şagirdin düşünmə dərinliyini ölçən nəzəriyyədir. Hazırladı Zakirova Aysel.